Salam, bugün sizlərə ümumi sınaqdan bir neçə test izah vermək istəyirəm. Baxaq seçdiyiniz testimizə. Deməli, birinci baxırıq ki, bu modal fe'l testidir. Modal fe'llərdə biz bildik ki, şundan sonra to olmaz. To be able to, həm be'miz yoxdur, həm də to yoxdur. Yenə to be able to'dur. Nə be var, nə də to var, olmaz. Meydən də sonra to işlənməz, cavabımız abəndidir. Nə cümləni oxuduq, nə tərcümə elədik. Artıq qrammatik səhvləri tapdıq, bildik. Yenə də tərcüməmiz eləyək. Onun qan-təzyiqi çox yüksəkdir. O həkimə görünməlidir, həkimə getməlidir. Deməli, burada nəyə diqqət yetiririk? Birinci baxırıq görək cümləmiz təsdiqdədir yoxsa inkardır. Baxırsınız, cümləmiz təsdiqdədir. Təsdiqdədirsə neither either inkar cümləsində sonda işlənir, əleyhirək sonunda da inkar işlənməz. Ya A-dır, ya B bəndidir. Baxıram zamanıma, choose, keçmiş zamandadır. Do-nu da elədim, cavabımız Y bəndidir. Passive voice çevrilə bilməyən cümləni bizdən istəyir. Yəni, burada nəyə diqqət yetiririk? Baxırsınız ki, hansı cümlənin tamamlığı yoxdur. Çünki tamamlıq varsa, biz tamamlığı məchul növ cümləmizdə mübtəda yerində istifadə edirik. Əgər tamamlıq yoxdursa, biz onu necə məchul növə çevirə bilərik, düzdürmü? Ona görə də baxırıq, tamamlıq olan cümlələri əliyirik. A bəndində everybody calls rainforest the lungs of the earth. Hər kəs adlandırır cəngəllikləri yer kürəsinin ağciyərləri. Deməli, burada nəyi? Cəngəllikləri, tamamlıq var. Deməli, biz bunu məchul növə çevirə bilərik. Ona görə də bu variant ələndi. Is there much rain in the rainforest? Deyir ki, cəngəlliklərdə çoxlu yağış. Ümumiyyətlə, is there, there are, bunlar məchul növə çevrilə bilmir. Deməli, bunu götürürük. The accident occurred at midnight. Hadisə gecə yarısı baş verdi. Baxın, burada tamamlıq yoxdur. Axı, tamamlıq kimi nəyi? Suallarıdır. Biz burada tamamlığa olmadığına görə bunu da dəyişə bilmirik. 4-də isə the doctor will examine the baby. Həkim uşağı müayinə edəcək kimi uşağı. Gördünüzmü? Deməli, belə tadı tapa bilərsiniz. Xəbərdən sonra isim gəlməlidir ki, biz bunu tamamlıq kimi götürək. Bunlarda nə burada occurred, burada da görürsünüz isim yoxdur. Eyni qaydada dediyim kimi there is, there-da da çevirmək olmur. Düzüncə cavabımız 2-3 olacaqdır B bəndi.